Hamınıza salam dostlar. Uzun bir müddətdən sonra qarşınıza qısa bir elanla gəlmişəm və bu elan ondan ibarətdir ki, artıq Azərbaycan üçün olan fəaliyyətimi dayandırıram. Bunun içinə həm kontent yaradıcılığı, həm də ki gördüyüm işlər daxildir. Yəni mentorluq, data analitika üzrə olan təlimlər və s. Niyə bunu dayandırıram deyə sual versəz, bu nəticələrlə bağlıdır. Yəni 5 ildən çoxdur ki, artıq Azərbaycanda kontent yaradıcılığı ilə məşğulam və bu 5 il ərzində görürəm ki, potensialı daha yaxşı bir yerə istifadə etmək olardı, xüsusən qlobal auditoriyaya. Və son bir ildə gördüyüm qədərilə qlobal auditoriya ilə gördüyüm işlər mənə daha çox zövq verməyə başlayıb və Azərbaycan üçün gördüyüm işlər mənə daha az nəticə verməyə başladığı üçün daha səmərəli olan və mənim daha çox həvəsim olan bir şeyə getmək istəyirəm. Və bu səbəbdən də ona görə də Azərbaycan üçün olan fəaliyyətimi dayandırıram. Amma indiyə qədərki yolda mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bura YouTube-dakı 11 mindən çox abunə daxildir. Eyni zamanda buradakı izləyicilərimə də təşəkkür edirəm. Amma bundan sonra yolumuz artıq qlobal auditoriya üçündür. Qlobal auditoriya deyəndə bura siz də daxilsiniz. Yəni əgər ingilis dilində olan kontentimi izləmək istəyirsinizsə, fəaliyyətimi izləmək və ondan yararlanmaq istəyirsinizsə, məni hələ də izləməyə davam edə bilərsiniz. Sadəcə bir şey nəzərə alın ki, artıq kontent tamamilə ingilis dilində olacaq və bu hesablarda tədricən artıq ingilis dilinə keçid eləyəcək. Bir daha hamınıza təşəkkür edirəm. Video sonuna qədər izlədiyiniz üçün çox sağ olun. Gələcək videolarda görüşənə qədər.